Bu mübarək ayın gəlişi münasibətilə hamınızı təbrik edirəm. Peyğəmbərə aid olan bir aydır. Peyğəmbər buyurur ki, Şəban mənim ayımdır. Kim bu ayda bir gün oruç tutsa, cənnət ona vacib olar. Bəzi adam deyir, nə oldu? Belə Allahdır. Belə Allahdır ki, bəhanə gəzirdi. Kim bir daşı götürsə, cəmaatın əziyyət verən daşı götürüb kənara qoysa, cənnət ona vacib eləyərəm. Bilirsiniz niyə? Mühüm olan o daşı götürmək deyil, ruhiyyəsidir. Deməli, başqalarını düşünür mənim bəndəm. Bu ayda Peyğəmbərin diqqətini cəlb etmək və Allaha yaxınlaşmaq üçün oruç tutun. İmam Səccad buyurur. And olsun o Allaha ki, Əli ibn Hüseynin canı onun əlindədir. Atam Hüseyin ibn Əlidən eşitmişəm. O da atası Əmir əl-Möminindən bu sözü nəql edir ki, hər kəs Şaban ayında Peyğəmbərin məhəbbəti və Allaha yaxınlaşmaq üçün oruç tutsa, Allah da onu sevər və qiyamət günündə kəramətinə yaxın eləyər və cənnəti ona vacib edər. Bacardığınız qədər, nə qədər gücünüz çatır, bu ay hələ qabaqdadır. Bacardığınız qədər bu ayda oruç tutun, nə qədər gücünüz çatır. Bu ayda sədəqə vermək çox gözəldir. İmkanınız olan qədər çalışın, başqalarına faydalı olasınız. Xahiş edirəm sizdən, qısa ömürdür, pul üstə yığmayaq. Xərcləməklə azalmır, vallahi azalmır. Və hədisdə var ki, Allah cəhənnəm odunu haram edib bu ayda sədəqə verənlərə. Hər gün imkanınız olsa 70 dəfə bu zikri deyə bilərsiniz. Əstəğfirullah və əsəluhu tavbə. Çox asan zikirdir. Əstəğfirullah və əsəluhu tavbə. Yəni, İstiğfar edirəm, bağışlanmaq istəyirəm və sənin də mənə tərəf dönməyi istəyirəm. İlahi, mən sənə tərəf gəldim, sən də mənə tərəf gəl.